Müsahibim politoloq Qabil Hüseynlidir. Studiyamıza xoş gəlibsiniz. Xoş vaxtınız olsun. Bugünkü mövzumuz Liviya hadisələri, Liviyada baş verən son hadisələrlə bağlıdır. Liviya inqilabı artıq başa çatmaq üzrədir. Bu, keçən devri necə qiymətləndirirsiniz? Ümumiyyətlə, beynəlxalq baxımından, Azərbaycan baxımından və regionun baxışından necədir bu? Düzdür, bir qism ekspertlər Liviyada baş verənləri xalq inqilabı kimi dəyərləndirir. Elələri də var ki, bunu mərkəzi hakimiyyətə qarşı üsyan kimi dəyərləndirir. Mahiyyətcə bunlar bir-birinə yaxın olsalar da, amma hər halda bütün bu baş verən hadisələr Ərəb baharı deyilən və Amerikanın Orta Şərq layihəsi adlandırılan və yeni dünya düzəninin qurulmasına yönəldilmiş bir prosesin tərkib hissəsidir. Çünki buna bənzər hadisələr bundan əvvəl Tunisdə, Misirdə, Yəməndə baş vermişdi. Liviyada bu proseslər müəyyən qədər uzandı və uzanmasının əsas səbəblərindən biri də bu idi ki, Liviya, tutalım ki, Tunislə müqayisədə tayfa münasibətləri, feodal patriarxal münasibətləri burada daha dərin kök salıbdı və bu səbəb üzərindən xalq inqilabı deyək, xalq inqilabı özünə çətinliklə elektoral baza toplayırdı və qarşı tərəfin, yəni Müəmmar Qəddafinin ətrafında olanlar da sırf tayfa klan münasibətlərinə görə seçildiyindən mərkəzi hakimiyyətə sədaqətləri ilə seçilirdilər. Bax, ona görə də bu qədər uzandı. Əlbəttə, burada Müəmmar Qəzzafinin özünün şəxsiyyətinin də müəyyən rolu var. Onun axıra qədər kompromisə getməməsi, öz xalqına qarşı silah qaldırması, silah növlərinin hamısından istifadə etməyə çalışması və müəyyən qədər də paranoik xüsusiyyətləri, şəxsiyyətindəki müəyyən psixoloji çatışmazlıqlar bu məsələnin bu qədər uzanmasına səbəb oldu. Amma indi hadisələrin finalına yaxınlaşmaqdayıq. Demək olar ki, yaxınlaşmışıq. Amma hadisələr hələ bitməsi anlamına gəlməməlidir. Çünki əsl məsələlər bundan sonra başlayır. Hər halda bu ərəb dünyasında baş verən xalqın qəzəbindən yaranan bir nəticədir. Yəni, hakimiyyətin xalqa münasibəti, xalq-hakimiyyət münasibətləri əsas rol oynayıbdır. İstər Misirdə, Tunisdə, Liviyada, Suriyada və digər ölkələrdə. Yəni, 42 illik hakimiyyətin sonu çatır. Bu, dünyaya hansı mesajı verir? Azərbaycana və digər regionlara hansı mesajı verir? Mən onu deyim ki, Liviyada həyat səviyyəsi o qədər də aşağı deyildi. Məsələn, Tunislə müqayisədə, Misirlə müqayisədə lap yüksək idi. Məsələn, əmək haqları orada, belə deyək, insanların özünü təmin etməsinə çatırdı. Amma bütün bunlara baxmayaraq, ölkədə bir doğrudan da ümumxalq qəzəbi var idi və məsələn, ölkənin parlamenti yox idi. Ölkənin, tutalım ki, nazirlər kabineti yox idi. Ölkənin prezidenti də yox idi. Bir yaşıl inqilab ideologiyası deyilən bir ideologiya vardı. Həmin ideologiya əsasında Müəmmar Qəzzafi sosializmə bənzər, yəni Marks və Engelsdən belə deyək, kopya edilmiş, surəti çəkilmiş bir kitab yazmışdı. Həmin kitabın, yaşıl kitab deyilən kitab yazmışdı. Həmin kitabın əsasında da xalqın hakimiyyəti, yəni xalq cəmahiyyəsi, xalq hakimiyyəti deyilən bir sistem qurmuşdu. Həmin sistemin özünü, həmin sistemin lideri hesab edirdi, amma həmin sistemdə güya hər şeyi idarə edən, hər şeyin sərəncam vericisi xalqdır. Və ona görə də prezidentə, parlamentə, nə bilim, nazirlər kabinetinə, nazirlərə və yaxud yerlərdə hakimiyyət qurumlarına ehtiyac görmürdü. Yerlərdə yalnız xalq cəmahiyyələri var idi, yəni xalq hakimiyyətinin güya simvolu olan bir qurumlar vardı. Bu qurumlar da hər işlə məşğul olmalı idilər. Amma
Mən əhalinin təminatı məsələsindən başladım və siyasi sistemin strukturuna gəldim, çıxdım. Əhalinin təminatı da kifayət qədər yüksək idi. Məsələn, mühəndis tutalım ki, $1500 qədər maaş alırdı. Tibb bacısı $800 qədər maaş alırdı və s. və s. Mən bununla heç də xalq qəzəbi üçün kifayət qədər əsasın olmadığı fikrində deyiləm. Amma məsələ burasındadır ki, bəli, hakimiyyət əgər seçilmirsə, xalqın iradəsi əsasında formalaşmırsa, ondan sonrasına hakimiyyətin xalq tərəfindən dəyişdirilmək imkanları yoxdursa, bu Liviyada yox idi. Üzdə demagogik olaraq xalq hakimiyyəti bəyan edilirdi. Praktikada isə Müəmmər Qəzzafinin oğulları və ona yaxın olan tayfanın üzvlərinin hökmranlığı bərqərar olmuş. Yəni daha çox qohumluq əlaqələrindən seçilirdi hakimiyyətə. Qohumluq və tayfabazlıq. Tayfabazlıq. Və bəzən hətta Müəmmər Qəzzafi başqa tayfaları da ələ ala bilirdi. Tutalım ki, məsələn, müəyyən özünə yaxınlaşdırdığı bir adamın tayfa və qəbilənin başçısını da özünün qurduğu cəmahiyyət sisteminə montə edə bilirdi, birləşdirə bilirdi və beləliklə də əhalinin müəyyən təbəqəsini özününküləşdirmişdi. Və mən bayaq mübarizənin uzun olmasından danışdım və uzun olmasının səbəblərindən biri də bu idi. Amma hər halda bayaq dediyim kimi hakimiyyət strukturlarının olmaması, seçmək, seçilmək hüququnun olmaması və ondan sonrasına əlbəttə azadlıq deyilən anlayışın özünə dərin yer tapmaması xalqın qəzəbinə gətirib çıxartdı. Regional təsirləri, siqnalları nə ola bilər? Çünki bəzi regional liderlər bəyan etdilər ki, bir qədər əvvəl artıq ərəb baharı başa çatıbdır. Amma deyəsən ərəb baharı bu ildə davam edəcək, bu baharda davam edəcəkdir. Çünki Amerikan rəsmilərinin bəzi bəyanatlarında deyək ki, Suriyadan sonra Rusiyanın da adı çəkilir, buna bənzər ölkələrin də adı çəkilir. Bunlar mümkündürmü belə regional təsirlər? Ərəb baharı deyilən anlayış bütün ərəb dünyasını bürüməlidir. Burada müəyyən istisnalar tutalım ki, maddi təminatı yüksək olan, neftdən yüksək gəlir götürən və bu səbəbdən də əhalisinin ərəb olan hissəsi işləməyən, məsələn, Qətarı, ondan sonrasına Küveyti, Səudiyyə Ərəbistanını siyahıdan çıxarmaq olar, amma burada da reformaların mütləq həyata keçirilməsi vacib olacaq. Çünki, məsələn, Səudiyyə Ərəbistanı və adını çəkdiyim ölkələrdə qadınların səs vermək hüququ da yoxdur, seçilmək hüququ da yoxdur. Bu hüquqlar onlara verilməlidir. Ondan sonrasına demokratik institutların və təsisatların bəziləri bu ölkələrdə də yerləşdirilməlidir. Yəni, mən bunu, belə deyək, nəzəri cəhətdən hələ mümkün olan dəyişikliklərin bir forması kimi təqdim etmək istəyirəm. Amma tutalım ki, Suriyada dərin köklü dəyişikliklərə ehtiyac olduğunu adi gözlə belə görmək mümkündür. Suriyanın özündə də xalq üsyanı və yaxud xalq inqilabının elementləri çoxdandan cücərib boyatıbdır və Suriyadakı proseslərin qarşısı alınmaz olduğu görünməkdədir. Suriyanın başında duran şəxs isə səmimi adam deyil. Orada da hakimiyyət varislik yolu ilə ötürülübdür və buna kənardan məsləhət görürlər ki, müəyyən islahatlara getsin, xalqa qarşı silahdan istifadə eləməsin, ordunun xüsusilə daxili ehtiyaclar üçün istifadəsi konstitusiyada nəzərdə tutulmadığı halda bundan istifadə edir. Bunları dayandırsın, amma söz verir beynəlxalq təşkilatlara da, elə yaxın qonşusu Türkiyədə, amma əməldə buna əməl eləmir. Hətta bu yaxınlarda üstü açılıbdır ki, Türkiyədə son dövrlərdə PKK olaylarının qızışmasında əsas rolu oynayan Suriya və İrandır. Və məsələn, PKK-nın ikinci adamı Mustafa Qarayılanın tutulması, interne edilməsi, yəni belə deyək də, özünün
könlünü almaqla vəzifədən uzaqlaşdırıb, oraya Suriyadan daha qançan, cəllatlığı ilə seçilən Mustafa Həsən deyilən bir ismin gətirilməsi Türkiyədəki son olayların qızışmasında böyük rol oynayır. Amma Türkiyənin də regional təsirləri getdikcə artır bu regionda. Türkiyə böyüyür, güclənir və iqtisadi və hərbi qüdrəti artır və eyni zamanda Türkiyə keçmişdən qalan xarici siyasət konsepsiyasından müəyyən qədər uzaqlaşır. Türkiyənin xarici siyasət konsepsiyasının məğzi yurtda sülh, cahanda sülh konsepsiyasına əsaslanırdı və bir qayda olaraq daxilə yönəlik bir siyasət idi, xaricə yönəlik bir siyasət deyildi. İndi belə görünür ki, Türkiyənin xarici siyasəti xaricə açılmağa başlayır. Məsələn, Türkiyə Liviya hadisələrində mühüm rol oynadı, indi yaxından dəstək verir. Türkiyə Suriya məsələlərində mənə belə gəlir ki, birinci skripka rolunu da oynaya bilər və yəqin ki, oynayacaqdır. Çünki İraqda İraq hadisələrində, yəni Amerikanın İraqa hücumu vaxtı yola verilən səhvlər və həmin səhvlərin doğurduğu nəticələr bugün Türkiyəyə çox ağır bir haqq hesab ödəməyə məcbur edir. Ona görə də Türkiyə yaxın çevrəsində baş verən hadisələrə biganə qalmamalıdır. Biganə qaldıqda, məsələn, İraqda biganə qaldı, bir Türk-Kürd dövlətinin yaranmasına gətirib çıxartdı şimalında və İraqın bütün şimalı tamamilə Kürdlərin və PKK-çıların nəzarəti altında düşdü və indi də belə əziyyət çəkir. Azərbaycana təsirləri nə ola bilər? Konkretləşdirək. Yəni, bu bütün ərəb dünyası, ərəb inqilablarının Azərbaycana təsirləri nə ola bilər? Azərbaycanda hakimiyyətin formalaşması, ərəb dünyasında formalaşması, Azərbaycanda insanların vəzifələri rəli çəkilməsi, ərəb dünyasında rəli çəkilməsi və nəticələri. Azərbaycanla mən Liviyanı eyniləşdirməzdim və yaxud da ki, ərəb ölkələrinin hər hansı birini eyniləşdirməzdim. Məsələn, Azərbaycan üzü Avropaya yönəlik bir ölkədir. Avropa qurumlarının, strukturlarının üzvüdür. Məsələn, Avropa Şurasının üzvüdür. Avropa Birliyi ilə yaxın qonşuluq proqramının, siyasətinin tərəfdarıdır, tərəfdaşıdır. Azərbaycan beynəlxalq konvensiyaların demək olar ki, hamısına üzv olub və imza atıbdır. Azərbaycanda konstitusiyasında dünyəvi, hüquqi və sosial dövlətin qurulması bəyan edilibdir və s. və s. Doğrudur, praktikada müəyyən negativlər var, ondan sonrasına həm vəzifəyə çəkilmədə, həm də bu qanunçuluğun praktikaya tətbiqində müəyyən nöqsanlar var. Amma son dövrdə tutalım ki, müəyyən hərəkətlər, rüşvətxorluğa qarşı mübarizənin aparılması, hələ tam effekt verməsə də aparılması onu göstərir ki, hakimiyyət, belə deyək, ölkənin inkişafı üçün təhlükəli olan sosial amillərdən birini kökünü kəsməyə çalışır. Sonra pensiyaların, əmək haqlarının artırılması, nə bilim, ölkədə gedən quruculuq işləri və s. bütün bunlar onu göstərir ki, Azərbaycan ərəb dünyası ölkələrində baş verən proseslərdən və yaxud da ki, sosial orientasiyadan fərqli bir orientasiyaya malikdir. Təxminən ərəb dünyası, keçmiş Sovet quruluşu və Azərbaycan. Deyək ki, iqtisadi inkişaf var idi, bütün ərəb dünyasında da müəyyən var idi, Liviyada xüsusilə də yüksək idi. Keçmiş SSR-də də var idi, 39-cu ildə qəbul eləmişdilər, plan Avropaya çatmaq və onu ötüb keçmək. Maliyyə, yəni böhranı yox idi. Dolların manata nisbəti, manatın dollara, rublun dollara nisbəti və ilə axıra normal idi. Amma iki sonuncu, davamlı inkişafın təminatıcısı olan ikinci sonuncu bənd yox idi. Demokratiya və insan haqlarına hörmət, fərdin hüququna hörmət. Ərəb dünyasında da heç bir seçki demokratik keçirilməmişdir, beynəlxalq aləm demokratik tanımayıbdır. Keçmiş SSR-də də, indiki Rusiyada da və eyni zamanda Azərbaycanda da.
və fərdin hüququna hörmət, mülkiyyət hüququna hörmət, siyasi hüququna, toplaşmaq hüququna, mətbuat azadlığı və ilə. Bax, bu sahələrdə təxminən bərabərlik olmasa da bir uyğunluq var. Bax, bu müqayisədə Azərbaycanın yeri haradır? Əlbəttə, bu dediyiniz nöqsanlar Azərbaycanda var. Azərbaycan seçki sistemini təkmilləşdirməlidir. Seçkilərin daha şəffaf və demokratik keçməsi üçün şərait yaratmalıdır. Və mənim zənnimcə bunu çoxları başa düşür, o cümlədən də hakimiyyətdə olanlar da qəbul edirlər. Bundan başqa, insan haqları sarıdan da doğrudan da müəyyən çatışmazlıqları var. Siyasi motivlərə görə həbslərin olduğunu da istisna etmirəm. Amma son dövrlərdə də bu istiqamətdə müəyyən işlər aparılır. Məsələn, istiqlalımızın 20 illiyi ilə əlaqədar olaraq müəyyən siyasi məhbusların əhv edilməsi, indi isə geniş amnistiya qanununun hazırlanması haqqında bəyan verilməsi, bütün bunlar onu göstərir ki, Azərbaycan belə deyək, öz siyasi praktikasında mövcud olan əksiklikləri aradan qaldırmaq üçün cəhdlər edir, reformalara cəhdlər edir və əgər mətbuatda yazılanlara, bir sıra söylənənlərə inansaq, qarşıda Azərbaycan daha geniş miqyaslı islahatlara getmək fikrindədir. Kadr islahatlarına, ondan sonra struktur islahatlarına, maliyyə islahatlarına, iqtisadi islahatlara və s. və s. Hətta konstitusiya islahatlarına da? Konstitusiyanın islahatları haqqında belə bir şey deyilmir və mən konstitusiyada belə deyək, bizim konstitusiyamız öz mahiyyətinə görə kifayət qədər demokratik və dünya standartlarına cavab verən bir konstitusiyadır. Amma bu konstitusiya müddəalarının əməl edilməsi məsələsində, idarəçilikdə məmurlar tərəfindən bunun yerinə yetirilməsi məsələsində bir çatışmazlıqlar var. Söhbət qanunun praktikaya tətbiq edilməsi məsələsidir. Ən yaxşı qanun o qanundur ki, o praktikaya tətbiq edilir. Bax, bu məsələdə müəyyən axsaqlıqlar var və güman edirəm ki, ölkə əgər irəliyə doğru daha sürətlə inkişaf etmək istəyirsə, ondan sonra ölkədə hər hansı bir ekseslərin baş verməsini istəmirsə, bu addımları atmalıdır. Çox sağ olun, studiyamıza gəldiyinizə görə təşəkkür edirəm. Bugünkü qonağım politolog Qabil Hüseynli idi. Sağ olun. Sağ olun.